Arkadaşlar YouTube'a ilk videomu atıram. Bəli. Yani biraz qəribə bir histir. İnşallah bu işte uğurlu olarak inşallah yaxşı olar. Neyse biz videomuza başlayalım. Bugün sizinle birlikte Minecraft oynuyoruz. Çok YouTuber'in yani çok ünlü YouTuber'in başladığı oyundur Minecraft. Mesela benim en sevdiğim YouTuber olan Enes Batur da Minecraft'dan başlamıştı. İnşallah benim videolarımı da tutar. Azərbaycan üzerinde yaxşı izlenmeler elde ederim. Neyse biz videomuza başlayalım. Bugün sizinle birlikte Minecraft Survivor oynayacağız. Ve belə bir biyomda oldu. Tez bu yanında gördüğüm karpuzları kıracağım. Ki yemeğimiz olsun. Ve bunu eğer tarla eləsək karpuz da kərik. Səsim yaxşı gəlmirsə, hələ ki də YouTube'a təzə başlamışam və ekipmanlarımı telefondan çəkirəm. Tısbağa. Ya bunun içində kullanıyorum. Heç nə demək. Tısbağa sürmək olmur deyəsən. Burada bir ne çok tısbağa var. Ay Allah, çok pis bir biyomda oldu. Heyvan diye bir şey yok diye burada. Ancak karpuzdu. Lazım olanda karpuz hiç bu kadar çıkmadı. Tez bir tane tez pazar çıkıyor. Kum elde edeceğim. Kumla da ben de için cam edeceğim ve gelecek günlerdeki evimize pencere edeceğim bunlar. O bu ne bambuklardı. Bir tane bile heyvan yoktu. Yani bir tane heyvan olsa şükür ediyorum. Çok pis bir yanda oldum ya. Aslında ben bundan qalıb bir video çəkmişdim. Amma çox qəşəng bir yolda doğmuştum. Yani başladım ki bir dənə yataq elədim. Yani pandadır. Elə bildim inəkdir. Başladım ki bir dənə yataq elədim. Yani çox qəşəng bir biyomdu. Videonu kaydetmək əvəzinə getdim sildim. Evet. Yani de o biyomdan başlamak istemedim de birden sıfır bu biyomdan başlamak istedim. İki tane burada koyun var. İkisini götüreceğim. Sonra da kırmızı renk. Bunları çevireceğim kırmızı. Bunların yununu kırmızı renk çevireceğim. Karpuzla koyun öldüler. Öldüler de. Biri de orada. Çok geçeydi. Allah sizin canınızı sağ olsun. Allah düşeceğim çok kuyuya. Başladığımız kim bitecek seri. Koyma ne diyelim koyun harda diye. Koyunluğun her yerde. Hadi mi? Bu koyun harda. Nıştı. Böyle dedim. Ne oldu be? Mənə göre öl. Bu. Şimdi biz tez bazar odun kırmalıyıq, odun. İyi bu. Hadi iyisin bu. Elimizi çevirək. Başka boş yerə odun kırmaya başlayaq. Biyomumuz çox pisdir. Həddindən artıq pisdir. İndi bunu da çevirəcəyim taxtaya. Ama artık çok yaxşı. Yani crafting table'ımızı elədik. Burada bir tane yatak. Ne? Belə kaç renkli olar? Heç nə olmaz. Şuraya yatak. Taxta gəlmir. Elə bilirəm. Çubuğumuz var ayda. Bir tane de. Yani kaş balta değilse.
Bunun əvəzinə bir dənə balta versəydim. Veci çox dözdü. Bunu da tez dönüştü bana bakın. Evet, butonlar 3 tanedir. Ben de koy bu mızrakı yapıyorum. İşimize yarayacak özümüz. Bunun əvəzinə getirək. Ona bu nerede olur? Bunun mantığını indi çözdüm ya. Burada çəkirlər, elə atırlar. Önə bir də qılınc kimi elə vururlar. Belə dönmüş. Şey var. Neydi? Bal kabağı. Bal kabağı varsa yaxınlarda köy var deməkdir. Bal kabaklarının üzü tərəfə baxırsa, onda bal kabağı. Yəni bu tərəfə baxır, düz deyirəm. İndi bu tərəfə doğru gedirik. İndi inşallah bir köy çıxar bəxtimizə. Oranı yağmalayarıq. Sonra da orada çıxar. Bu pambıqların da arasından kesmək olmur. Hər daş çağından keçmək istəmirəm. Onun çağında qalmaq istəyirəm. Allah hara durmuşur bu. Ne oldu? Köy çıxmadı axı. Oyun bizi doluyubdu yoxsa. Yine öldü geçsini. Ayrıcıktan ölecekler. Ayrıcıktan ölecekler. Yalanları öldürürüm. Daha yaxşı. Neyse bunu dolduraq. Oğlum ne olurdum ben? O göydə asır qaldım saniyəliyinə. Dəri də çıxdı. Madem var ya burada görürsən. Hepsinde hiçbir şey var. Bir şey yok değil. Hələ ki risk atmaq istəmirəm özümə. Biraz zırh yap eləyək. Dəri və yaxud da dəmir zırh eləyək. Kömür çıxdı. Kömürü tez götürək. Çok teşekkür. Size gözün. İndi daş çağına keçmək istəyirəm. Eşyalarımın hamısını daş edəcəm. Daşlarımızı da qırdıq. Biraz da qıraq. Bəs eləyər. Kifayətdir. Qəşəng. Bakırdan set eləmək olur. Gözlə, bakır çox gec qırılır. Mən 2 dənə çubuq eləyim. Buna nə qədər düşürsə çubuq eləyək. Crafting'i götürək buraya. Crafting'i qoyaq. Bir dənə taş, bir dənə balta. Elədim balta? Elədim. Bir dənə də qılınc. Bir dənə də mızraq eləyəyiz. Bir dənə də kürək. Tam bəsdir. Biz nəydi onun adı? Yadımdan çıxdı. Biz nəydi? Fırın eləmədik. Nəysə eləyərik, heç olmaz. Nə olmadı, sonra bakır. Fikir də bakıra keçdik də. Bir sözlə bakır sədə keçdik. Neyse, dur ayağa. Bir Allah, hara düşürsən yenə. Day. Kömür var ya. Özümü saxlayayım mən kömür görmündə. İstəyir altın deyirəm. Elmas setdə olur. Netherite setdə olur. Amma mən yenə də kömür göründə götürməliyim. Hədəfisi də bakır, bir sözlə bakır setə keçdik. Hayırlı uğurlu olsun vatanımıza, millətimizə. Bu arada dostlar, 15 like gəlsə və yaxud da 10 like arası like gəlsə də ilk videomuz üçün çox qəşəng olar. Partlayış, mənə görə partlayış kimi olar.
Yani kanalımıza da abone olmayı unutmayın. Akşam olur yataq, səhər duranda işimizi həll edərik. Hakim yatağın üstündə tullanıb, biraz da sizdən danışaq. Bir 15 bəyəni və yaxud da 15 like və yaxud da 10 like arası belə bəyəni atsanız çox sevinərəm. Yəni mənə görə partlayış olar. Kanalımıza da abunə olmağı unutmayın. Yataq duraq. Həll edirik yine hər şey. Yatır. Benim tutulmuş değil, sərdən madəndəyəm. Çok düşdüm gəldim. Yeniden doğma noktası ayarlandı. Kör görək də bunu. Görürsən. Qışa. Çakmak eləyəcək. Çakmaka bir dənə dəmir lazımdır. Bəxtimiz gətirdi. İndi bizə 8 dənə və səfərdən 9 dənə bizə daş lazımdır ki, qıraq deyirəm. Fırın eləyə bilək. Craftingimiz burada. Bunu götür. Bunu koy, bunu götür. Bunu koy bura. Elə bir riyaziyyat həll edəcəm. Bunu götür bura, bunu koy bura. Aha. Çatdı, fisi. Bunu da koyaq bunun yanına. Bunu pişirək. Kömürümüz de buradadır. Aha. Neyse. Bugünlük bu kadar olsun. İnşallah beğenmişsinizdir. Hoşunuza gelmiştir. Bu benim hər iki kanalımın ilk videosudur. Çox adam yani beğenməyə bilər, beğenə bilər. Yani bu sizə qalıbdır. Yani sizin ürəyiniz nə tər istəyirsə də beğenə bilərsiniz, beğenə bilmərsiniz. Hələ ki bu mənim də ilk videomdur. Yəni ilk video üçün məncə normaldır. Yəni normal təpkilər verirəm. Nəysə, ümid edirəm ki bəyənmişsinizdir. İkinci bölümü ya sabah ya da sabah akşam gələcək. Hər gün videolarımızda 8-də və yaxud da 8-dən sonra. Nəysə, kanalımıza abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın. Gecəniz xeyrə.